Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir. Bu barədə Bölgə TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən sosial islahat paketləri əmək haqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əmək haqqında 3.1 dəfə, orta aylıq əmək haqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2.6 dəfə, sosial müavinət təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2.4 dəfə artıma və sair imkan verib. Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son 7 il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib, bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1.4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Rəna Rövşənqızı, Bölgə TV.